Ladies and gentlemenlar, ver füstünü, ver ekrana. Səsin də düşsün, səsin düşəndə. Bərəkətli səs. Bərəkətli səs. Bir dəfə belə elədik, 120 min izləndi video. Təsəvvür bu yüzdən. Deməli, dünən İbrahim müəllimə dedim ki, qəşəng bir dənə mayonezi bol funksiya sualı ola, adam çəkib paylaşır, o da bu sualı atdı. Tanımlı olduğu aralıqda deyiş şəraitini sağlayan deyir fx funksiyonunun aşağıdakılardan hansıdır? Fx üçün ümumi tənliyi çıxardaq. Fx bərabər olsun, bu ifadəni bu tərəfə keçirək. 1 çıxılsın x, fx bölünsün 2x çıxılsın 1. Aha, indi bunu bütün də bu fx bölünsün 2x çıx 1 üçün yazaq. Yəni fx bölünsün 2x çıxılsın 1, hə? Təcrüz funksiyadır bu. Yox, bərabərdir. İndi baxın, burada x-in yerində x bölünsün 2x çıx 1 durur axı. Ona görə bu ifadədə x-in yerinə, bütün x-lərin yerinə gətirib x bölünsün 2x çıx 1-i qoyacam. 1 çıxılsın, x-in yerinə x bölünsün 2x çıx 1, f x-in yerinə x bölünsün 2x çıx 1 bölünsün 2 vurulsun x bölünsün 2x çıx 1 çıx 1 yazacağım. Gəlin də o ifadənin qiymətini tapaq buradan bir yerdən. X bölünsün 2x çıx 1. Aşağıdakıları ortaq məxrəcə gətirək kimi bölünsün 1 də 2x bölünsün 2x çıx 1. Bu 2-ni vurdum surətə. Çıx 1. Ortaq məxrəcə gətirək bunu. Çıxılsın 2x çıx 1. Bu 2'lər getsin. 2'lər getsin. Çıx. Bu müsbət olmalıydı. 1 qaldı. Bu 1 qalandan sonra nə qaldı? Bax belə. X bölünsün 2x çıx 1. Vurulsun. 1 bölünsün 2x çıx 1-də 1. O da bərabər olacaq. 2x çıx 1 surətə gələcəyi üçün x bölünsün 2x çıx 1. Vurulsun 2x çıx 1 böl 1. Belə tərsinə çevriləcəyi üçün bunlar ixtisar gedəcək. Deməli x qalacaq. X qalacaqsa bu bərabər olur. 1 çıxılsın x bölünsün 2x çıx 1 f x-ə. 3 dəqiqəni keçdik. Deməli video sürətləndirilməli olacaq. Qiymətini tapandan sonra gətirib yerinə qoyacaq. Fx bərabərdir. Bunun yerinə bunu qoyasaydım 1. Yox, ümumi ifadədə qoyaq. Ümumi ifadədə fx üstə gəl x vurulsun 1 çıxılsın x bölünsün 2x çıx 1 fx mötərizəni bağladım. Bərabərdir 1-ə. Vurub atsam fx üstə gəl x çıxılsın x kvadratı bölünsün 2x çıx 1 fx bərabərdir 1-ə. X-i bu tərəfə keçirək. Fx-i mötərizənin xaricinə çıxardaq. Fx mötərizənin xaricində mötərizədə qalır 1 çıxılsın x-in kvadratı 2x çıx 1 bərabərdir. X-i də bu tərəfə 1 çıxılsın x. Davam edirik. Buranı ortaq məxrəcə gətirək. 2x çıx 1 çıx x-in kvadratında çıx 1 yaxşı. 2x çıx 1 beynimdə hesablayıram sonra. Çıx 1 bu şəkildə ortaq məxrəcə gətirsək bunu uzadıb bura bir dənə çıx atacam. Deməli, bərabər olacaq fx 2x çıx 1 çıx x-in kvadratı bölünsün 2x çıx 1 olandan sonra fx
Gəlin bir dənə də sadələşdirmə aparaq, sonra bölək. Burada mənfini mötərizənin xaricinə çıxartsam, surətdən mənfini mötərizənin xaricinə çıxartsam, mənfi x-in kvadratı çıxılsın 2x üstəyə 1 qalar. Bölünsün 2x çıx 1. O da ki, yaza bilərəm mənfi x çıxılsın 1-in kvadratı və yaxud da ki, 1 çıxılsın x-in kvadratı. Mənə 1 çıxılsın x-in kvadratı lazımdır deyə belə yazacağım. Gətirib yerinə qoyacağım. İndi 1 çıxılsın x-in kvadratı qoyaq yerinə. Fx 1 çıxılsın x-in kvadratı. Mənfi var, mənfini surətdə göstərək. 2x çıx 1, mənfini surətə vurdum, bərabərdir 1 çıxılsın x-ə. Fx bu dəfə bərabər olacaq, hər tərəfi bu ifadəyə bölsəm, 1 çıxılsın x bölünsün 1 çıxılsın x-in mötərizə kvadratı. Surətdəki məxrəcə vurulur, məxrəc surətə vurulur, 1 çıxılsın 2x qalır. Bunları ixtisar aparandan sonra bərabər olur 1 çıxılsın 2x bölünsün 1 çıxılsın x-ə. C bəndi var. Hər tərəfini mənfiyə də vura bilərik bu ifadənin də, elə deyil. Surət və məxrəcini mənfi 1-ə vursaq, heç bir şey dəyişməz. 2x çıx 1, x çıx 1.